Bizim qədim sənət növlərindən biridir dəri aşılamaq. Dəri aşılayanlara da dabbaq deyirlər. Təxminən 3-4 il əvvəl dedim ki, bu sənət itir gedir. Mən də uşaqlıqdan xoşum gəlir belə dərilərdən. Dedim ki, bunu öyrənim. Təəssüf ki, Azərbaycan dilində heç bir məlumat yoxdur. Türklərdən, Avropalılardan, Amerikalılardan, Kanadalılardan və s. öyrəndim ki, nətər eləyirlər. Yəni son 3-4 ildə də özüm həyətdə heyvan kəsdikcə baxıram ki, hansının yunu daha böyükdür, qəşəngdir. Onları mümkün qədər dəri eləməyə çalışıram. Bunu əvvəlcə açacağıq. İndi bunu dediyim kimi duzlayıb bükəcəm, sonra sabah açıb içim bu qalan ət qırıqları, piy qırıqlarını təmizləyirəm, sonra salıram zəy duz qarışığına. Bir həftə onda qalır. Ondan sonra çıxardıb təkrar yuyub, bir də üstünün zəyini, duzunu sonra asıb quruduruq. Nəysə bir kimyəvi maddə var idi. Bunu tökürlər, dərinin üstündə də göy rəng olur deyəsən. Elə metodlar var. Amma mənim dərdim bunun sənətkarlıq kimi məşğul olub satışını eləmək deyil. Hələ ki, bəlkə yaşlananda elədim. Ona görə çoxlu dərilər alıb tez istehsal edib məhsul çıxartmaq istəmirəm. Mənim məqsədim dədə-babadan 200 il əvvəlki texnologiya nə olubdursa, onu öyrənib, onu bir növ nəsildən nəslə ötürməkdir. Bir neçə metod kimi bir kitabda yaza bilərəm. Ürəyimdə o var əslində. Qəlbimin dərinliklərində elə bir istək var ki, bax, məsələn, filan Orta Asiyadan gələn ənənə budur, tərəkəmələrdən, qədim türklərdən deyib, bir şey eləmək istəyirəm elə. Nəticədə belə bir şey olur. İndi bunu biraz mailli formada üzü aşağı aparıb həyətin aşağısına qoyacağım. Yavaş-yavaş içindən suyu axıb gedə bilsin deyə. Götürəndə biraz daha forması dəyişmiş olur. Zəydən çıxardanda çox daha fərqli. Zəy dediyimiz də bütün organik hissəni öldürən bir materialdır. Qaya. Tam təbii eləyəcəm, yəni kimyəvi şey istifadə eləmək istəmirəm deyəndə onu nəzərdə tuturdum. Bu birinci mərhələ. Sabah bunu açıb o təmizləmə hissəsini və s. eləyəcəyik. Dəri aşılamağın ikinci videosudur. Bunu dünən göstərmişdik, nətər duzlayıb büküb qoyuruqsa. Əslində 2 gün saxlasaz daha yaxşı olar, amma dünən şənbə idi, heyvanı kəsdik, duzladıq, bugün bazar, sabah işdə olmalıyam səhər tezdən. Ona görə biraz qısa müddət, bir günlük eləyirik. İndi bu dərini açacağıq, içinin duzu açan kimi dağılır. Ona görə yerə bir qab qoymuşam, sonra tullamağa. Dünən mümkün qədər təmiz soymağa çalışmışdım, amma bəzi yerlərdə kənarlarında xüsusilə yağ qalmış olur, balaca ət hissələri. Onun hamısını təmizləyəcəyik indi. Bugünkü video bu işin ən çirkli, ən sevilməyən hissəsidir yəni. Dediyim kimi ən çətin, çirkli, yağlı və yorucu hissəsidir. 1 saat da bunun üstündə işləyirəm. Bitdi. İndi bunu yuyacağıq. Dərini duzlayandan sonra yuduq, hazırladıq. İndi zəy. Bax bu zəydir. Bu belə satılır bazarlarda filan. Nə işə yarayır bilirsiniz? O vaxtlar bərbərlərdə olurdu belə bir parça. Kiminsə üzünü kəsəndə sürtür, qan dayanır. Bu maddə organik olan materialları öldürür. Tutaq ki, deyək, dəri hal-hazırda heyvanın üstündən çıxmış, onun bir hissəsidir. Bir həftə bunda qalacaq, bunu suda. Çıxanda taxtadan ya da daşdan bir fərqi olmayacaq. Buna görə qurd da düşmür dəriyə. Çox möcüzəvi bir şeydir. Fərqli istifadələri də var. Mən Şəkidə bazardan almışdım bunu. Tapa bilirsiniz. İndi resept nətəridir? Bu reseptdən ötürü də onlarla ingilis dilində videolara baxmışam, məqalələr oxumuşam, idealını tapmaqdan ötürü. 4 litr suya 1 kilo duz, 100 qram zəy əlavə edirik. Tərəzi ilə çəkib, dərimiz balacadırsa, mənimki məsələn 20 litr su kifayət eləyir. Daha böyükdürsə 30 litr ya da daha çox eləyirsiniz. Bu nisbətdə artırırsınız onu. Hə, bir dənə problemi var ki, bu gec əriyir. Bu günlərin məsələn hər şeyi töküb qarışdıracağıq. Duz anında suda əriyəcək. Amma o, yəni son gün, 7 gündən sonra 7-10 gün arası qalmalıdır. Dərini oradan çıxardanda da görürsən ki, belə balaca hissələri qalıbdır. Ona görə mümkün qədər ovu toz kimi eləyib tökmək məsləhətdir.
Bu da yuyub təmizlənmiş çiçək kimi dərimiz. İndi bunu bura qoyuruq. Hər 12 saatda bir yüngül belə qarışdırırıq. 7-10 gündən sonra çıxartmalıyıq. Mən böyük ehtimalla gələn həftə sonu gəlib bunu çıxardıb bir dənə qəşəng paraşokla yuyub sonra qurumağa qoyacağam. Qoyun dərisi aşılamaq videosunun 3-cü hissəsindəyik. Keçən bazar, bunu 7 gün əvvəl duzla, zəylə qarışıq suyun içərisində qoymuşduq dərini təmizləyəndən sonra. İndi bunu yuyacağıq. Həm də şotqalayacağım ki, çıxmağa meyl eləmiş yunlar çıxsınlar. Bir də yunun forması bir istiqamət alsın üstündə. Və bol suyla. Həyətdə su yoxdur ki. Həyətdə su yoxdur. Gəlib, tapam burada heç yerdə su. Gəlib, mən işlədəcəyim vedrə. İndi gəlirik bunu asıb qurutmaq hissəsinə. Bunu asanda ipin, bu paltar ipinin və s. nəyinsə üstündən bir xətdən qırılan formada asmaq olmaz. Onu izah edeyim nə demək istədiyimi. Taxta olsa ya da dəmir nəysə onun üstündən assaz, ortadan bir yerdən belə sallansa, quruduqca bura xət kimi qalacaq, qırış olacaq. Mümkün qədər genişləndirib asmaq lazımdır. Bir də bu öz xoşu ilə belə qurusa, quruyanda taxta kimi olacaq, çox möhkəm. Yenə hazırdır bu dəri. Quruyur, ayağınızın altına salırsınız, olur evinizdə xalça. Amma yumuşatmaqdan ötürü quruyana yaxın, məsələn bu indi böyük ehtimalla 3 ya da 4 gün suyu təmiz süzüləcək, amma yüngül yumuşaq qalır. Onda götürüb bunu belə dartırsınız dərini. Dərini dartanda üst qat alt qatdan ayrılır. Belə fərqli, rəngi dəyişir, ağarır. Belə bütün hissəsini gərirsiniz. Bunu asanda mən bir dəfə səhv elədim. Adi belə ipin üstündən asmışdım. İki tərəf bir-birinin üz-üzə gəlmişdi. Mən də fikirləşdim ki, yun daha çətin quruyan hissədir də. Bu buna yapışır, bir gün belə qalsa başlayır iylənməyə. Asıb qurudanda həmişə bu hissə yuxarıda olsun, dəri aşağı, yun aşağıda, yunun suyu istənilən halda süzülür. Bir neçə tərəfi var. Bir, sağlıqlı bir məhsuldur bu. İki, ölkədə təsəvvür eləyin, gün ərzində nə qədər qoyun kəsilir qəssablarda və bu atılır. İstifadə oluna biləsi bir şeykən atılır zibilliyə. Bu mənim həmişə ürəyimi ağrıdıb. Nəysə, belə, indi bunu xırda-xırda suyu süzüləcək. Sonra hər dəfə o dediyim dartma, gərmə prosesi olduqca da videoya çəkib, axırda da nə alınırsa, indi nə qədər yumuşalır, nə qədər sərt qalır, tam quruyanda da onu son videomuzda, 4-cü videomuz olacaq, orada göstərəcəyik. Son bir şey, mən bunu keçən videoda dabbaq yazmışdım, X hərfi ilə. Azərbaycan dilinin izahlı lüğətində dabbaqdır. Axırda Q hərfi var, onu da düzəltmiş olaq. Özdən müğayət olun, bizi izləməyə davam edin. Qoyun dərisi aşılamağın 4-cü videosundayıq, dəri hazırdır. Yəni, bunu götürüb ayağınızın altında sərə bilirsiniz. 1-2 həftəyə yaxındır, sudan çıxartmışdıq. Quruma prosesi biraz uzun çəkdi, hava yağışlıydı deyə. Amma qurudu, yekunlaşdı. Bunun qüsurlarından danışmaq lazımdır. Məsələn, ortada bu hissə daha normal görsənir. Kənarlarda amma bıçağın izləri var. Demək ki, soyanda da diqqət eləmək lazımıymış. Bir də bəzi hissələrini bıçaqla deşmişəm və demişdim ki, bu indi nisbətən yumuşaqdır. Bu yumuşatmaqdan ötürü sudan çıxardırıq, suyu biraz süzülür. Ondan sonra 2-3 gün ərzində bunu hər gün biraz belə tutub dartırsınız. Bunu mən elədim. Ona görə taxta kimi deyil. Başqa bir dərimiz var idi burada. O çox daha bərkdir. Yuyanda ya da bu gərmə zamanı dərinin qıraqlarına tam diqqət eləyə bilmirik. Bəzi yerlər səliqəsiz olur ya da tam yuyulmur ya da kiçik belə qatlanır, qalır, o cür gedir. Ona görə istəsəz bundan sonra yekunda o xoş olmayan, bura məsələn taxta kimi olub, təmiz qurumayıb. Bu hissələri qıraqdan bir 3-4 santimlə bıçaqla kəsib götürə bilirsiniz. Ortada daha yaxşı bir hissə qalır. Köhnə ustalarda görmüşdüm. 100 ildir, 200 ildir bu işlə məşğul olan adamlarda belə orağa oxşayan bir alət olur. Dərini götürürlər bu formada. Onun üstündə belə sağa-sola çəkirlər. Bu üstündəki qat, altdakı tamamilə yoxa çıxır. Yumuşaq, ancaq o tüklərin kökünün batdığı hissə qalır. Hər halda o da bu heyvan iyinin getməsində təsir göstərir. Nəticə etibarı ilə bundan əvvəlki videoda da demişdik ki, heyvandan atıla biləcək bir hissəni götürüb istifadə oluna biləsi bir formaya çevirmişik. Bu təxminən 1 il ya da 2 il olar da yəqin. 2 il əvvəl aşıladığım
Romanov qoyunun dərisidir. Bu yunu daha çoxdur. Romanovun boynunda belə qara tüklər olur. Bax o taxta kimi olmaq deyəndə bunu nəzərdə tuturuq. Bunu heç cür hərəkət elətdirmək olmur da, belə biraz qalındır. Həm də hər halda təcrübəsiz vaxtım olub deyə belə qalıb. Bunun altına amma nisbətən nazik və yumşaq eləyə bilmişik. Bu qədər. Yəni, bu dediyimiz prosesləri izləyəndə mükəmməl olmasa belə əlinizdə bir məhsul yaranır. İndi inşallah bizə nömrələr də vermişdilər və hansı sənətkarlar harada olur demişdilər. Onların da gedib yerində çalışacaq ki, öyrənək. Öyrəndikcə də yeni videolarını çəkəcəyik bunların. Bizi izləməyə davam edin.